İnsanlarda qədər anlayışı deyiləndə imanın 6-cı şərti qədər anlayışıdır. Amma el arasında bilinən qədər bildiyimiz qədər anlayışı deyildir. Qurani Kərimdə qədər ölçü deməkdir. Hər bir şeyi bir ölçü, bir biçimdə yaratmaq Allahın qədəridir. El arasında insanların anladıkları qədər isə qədər anlayışı Allah Taala güya insanları bəziləri pis, bəziləri yaxşı yaradıb. Bəziləri dinə itaət eləyən, bəziləri itaət etməyən yaradıb kimi anlayışlar var. Və Qurani Kərimdə tərcümə səhvlərində də qeyd olunan məsələlər Quran dərslərində mən bunu bildirmişdim bir dəfə. Allah istədiyini azdırar kimi tərcümə verib. Amma Qurani Kərimdə tərcümə olunan o ayələr əsasən Allah tərcih etdiyinə istədiyini etməyə icazə verər. Tercih, seçim bizimdir. Əgər bir insan pis insandırsa, Allah onu pis yaratmayıb. Bir insan əgər imansızdırsa, Allah yenə onu imansız yaratmayıb. Allah hər bir şeyi, Allah həlimdir. Allah biz Fatihə surəsini oxuyuruq. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Həmd deyirik də. Həmd Allaha məxsusdur. Həmd nədir? Hər bir şeyi mükəmməl biçimdə, hər bir şeyi əla yaradan Allahdır. Necə olsun ki, qədər anlayışı bəzi insanlar pisdir dünyada, pisdir deyə Allah onları pis mi yaradıb? Allah insanı yaradır. Seçim insanındır. Pis də, yaxşı da. Qısa bir qədər anlayışı ilə azca bir buna qiyaslayası bir misal verim. Fərz eləyin senaryo. Yaxşı rollar da var, pis rollar da var. Allah Taala bizə hər ikisini tanıdıb. İnsan istəsə o kino oynayan yerdə yaxşı rol oynaya bilər, pis rolda oynaya bilər. Fərz eləyin, dünya da belə senaryodur. Allah rolları tanıdıb. Allah həmin rolları bizim üçün seçməyib. Biz özümüz seçirik pis rolu da, yaxşı rolu da. Bunun üçün qədər anlayışı, Allah bunu pis yaradıb, bunu yaxşı yaradıb. Anlayışlar doğru anlayışlar deyildir. Qədər ölçüdür. Allah hər bir şeyi gözəl biçimdə, hər bir şeyi qüsursuz yaradıb. Bunun üçün bir insan pisdirsə, Allah onu pis yaradıb. Anlayışları doğru değildir. Və Qurani Kərimdə olan səhv tərcümələr bəzən insan oxuyur və görür ki, Allah istədiyini azdırar. Belə səhv tərcümələr var. Allah birisi dünyada insanı yaratsın, istədiyini azdırar deyir, sonra da onu imtihan etsin, etdiklərinə görə də onu sorumlu tutsun. Belə bir anlayış olar mı? Bu necə insan düşünə bilər? Bu qədər anlayışında Allah Taala belə bir inanc yaradıb və bizim belə bir inanca inanmağımızı Allah istəyir. Əfsuslar olsun, günümüzdəki qədər anlayışı Qur'anla, dinlə, Allahın dini ilə zid olan anlayışdır. Qədər ölçüdür. Hər bir şeyi Allah mükəmməl şəkildə yaratmışdır. İnsanların seçimləri, insanların iradələri ucbatından insanlar seçimlərini eləyir. Bəzən iman eləyir, bəzən iman etmir. Qurani Kərimdə də bunu açıq aydın Allah Taala deyir. İstəyən iman etsin, istəyən inkar etsin. Seçimi Allah Taala bizə verib. Bizim üçün Allah Taala, bizim üçün seçimi Allah özü eləmir. Bəzən anlayışlar olur ki, alın yazısı belə imiş kimi anlayışlar var. Alın yazı güya insan dünyada yaratmadan qabaq Allah Taala onun pis bir insan olub olmayacağını hər bir şey qabaqcadan yazıb, sonra onu yaradıb, sonra onu imtihan eləyir. Belə bir anlayışlar doğru değildir. Allah bizim başımıza gələcək hər bir şeyi bilir. Ancaq seçimi bizə verib. Seçimi bizə verib. Bunun üçün qədər anlayışındakı seçimləri özümüz eləyirik. Əgər ağlımızı biz doğru şəkildə işlədə bilsək, o seçimi doğru şəkildə eləyib Allahın qoyduğu qədərlə, o ölçü ilə biz yaşasaq, bizim sonumuz yaxşı olar, xeyirli olar. Əgər insan deyirsə, məni və yaxud da bir digəri Allah onu pis yaradıb və onu Allah azdırıb kimi anlayışlardasınızsa, siz səhv anlayışlardasınız. Qədər bu deyildir. Qədər ölçüdür
və qədər Allah Taala Qurani-Kərimdə bildirdiyi kimi hər bir şeyi, hər nə yaradıbsa, hər bir şey Allahın ayətidir. İnsan da, canlı da, yaradan da hər şeyi Allah mükəmməl bir biçimdə yaradıb. Ancaq bizə seçimi verib. O seçimi etdiyimiz təqdirdə doğruyu etsək bizə mükafat, pisini etsək bizə cəza vardır.